Paytaxtın Nizami rayonu ərazisində qəzalı istismar müddəti başa çatmış binaların söküntüsü davam etdirilir. Məqsəd köhnə binaların yerində yenilərini inşa etməklə burada yaşayan ailələrin həm də mənzil şəraitini yaxşılaşdırmaqdır. Lakin daha bir ünvanda söküntü gecikir. Əməkdaşımız Rəşad Vəkiloğlu hadisə yerində olub. Paytaxtın Nizami rayonunda ötən əsrin ortalarında tikilmiş daha 3 yaşayış binası söküləcək. Söküntü Qaraqaray prospekti ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində yerləşən 56, 36 və 38 nömrəli binaları əhatə edəcək. Söküləcək bu 3 binanın yerində gələcəkdə burada tikiləcək kompleksə daxil olan 3 ədəd 16 mərtəbəli bina tikiləcək. Elə sakinlərə də həmən binalardan təmirli mənzillər veriləcək. Sakinlərin köçürülməsinə isə verilən məlumata görə mart ayından başlanılacaq. Söküntüsü gözlənilən binaların sakinlərindən bugünə kimi 168 ailə ilə şirkət arasında müqavilə bağlanılıb. Ailələrin kirayə çıxaracaqları vaxt təyin edilib. Bəzi ailələrlə qarşılıqlı müqavilə bağlanmasına baxmayaraq onlar mənzillərini təhvil verməyə hələ ki tələsmir. Amma ev istəyir, öz yaşayış yerinin evini istəyir. Evim 73 kvadrat metrdir, 20%də bunlar artıq veriblər. 700 manat da kirayə pulu verir. Onu demirlər hələ. İndi deyirlər söküləcək bir gün sabah hələ 3 aydır bizi uzaldıblar. Bax bu iş bir dənə bizi kan eləmir. Kim narazılıq edirsə müqavilə əlindədir. Deyirsin ki, qardaşım mən falan şeydən razı deyiləm. Şirkət hər halda onun haqqında bir tədbir görəcək. Spartak Butakovsa digər sakinlərdən fərqli olaraq MTK-nın ona təklif etdiyi bütün şərtlərlə razılaşıb. Deyir ki, şirkət tərəfindən ödəniləcək kirayə pulu və mənzilin ölçüləri onu və ailəsini qane etsə də, lakin müqavilə bağlanmasına nədənsə peşman olub. Səbəbini belə izah edir. İlə yaxınlaşır. Hələ 2 mərtəbə tikiblər. Bunlar gərək hər ayda 1 mərtəbə tikərlər. Hələ bir şey yoxdur. Pul versələr mən lap yaxşı gedərdim özümə bir ev alaram. Da bu qədər gözləmərəm ki, hava tikiləcək, nə bilim, hava keçəcəm, ya nə gedib remont edəcəm. Layihəyə əsasən mənzil sahibləri gələcəkdə burada tikiləcək yaşayış kompleksində 20% artıq olmaqla yeni təmirli mənzillərlə təmin ediləcək. Bəs əgər bütün sakinlərlə müqavilə bağlanıbsa, binaların söküntüsü niyə gecikir? Qısa müddətdə sakinlərlə görüşlərimiz keçirilmişdi. Daxili və notarial qaydada müqavilələrimiz bağlanır. Demək olar ki, tam yekunlaşır. Bir 2-3 nəfər gecikən sakinlər var ki, onlar da xaricdə yaşayanlar. Sakinlərin xahişini nəzərə alaraq fevral ayına köçürülmə nəzərdə tutulmuşdur. Bu köçürülməni mart ayına müəyyənləşdirdik. 56-cı binada 1 nəfərimiz qalıbdır, 38-ci binada 2 nəfərimiz. Şirkət nümayəndəsinin sözlərinə görə söküntünün gecikməsinə problem yaradan digər səbəbsə ərazidəki binaların sökülməsi qərarı verildikdən sonra bəzi işbazların həmin binalardan mənzil alaraq satışa çıxarmasıdır. Eşidib bilirlər ki, deyək ki, Qaraqaray prospektində falan bina köçürülməyə düşüb, həmən binadan gəlib ev alırlar. 50 kvadratlıq ev alır, deyir mənə 150 kvadratlıq ev verməlisin. Belə maklerlər də var. Qeyd edək ki, Nizami rayonunda ötən əsrdə tikilmiş və istismar müddəti başa çatan Xruşovka tipli binaların söküntüsü davam etdirilir. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.